Selamun Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin ve lâgıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed hayri halqi Rabbil Alemin ve ala alihi ve ashabihi gurrul meyaminel muhaccalin ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allahümme ahricna min zulumatil vehm ve akrimna bi nuril fehm ve aftah aleyna bi ma'rifetil ilmi ve sahhil ahlâgana bil hilm. وَاجْعَلْنَا مِمَّنْ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ اللهم لا سهل إلا ما جعلته سهلا وإن شئت جعلت حزن سهلا بقدرتك يا أرحم الراحمين اللهم ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم أرنا الحق حقا وارزقنا اتباعه وأرنا الباطل باطلا وارزقنا اجتنابه. Əzizlər, Əqaid-ü Tahaviyyə risaləsini oxuyuruq. Əvvəlki dərsimizdə oxuduğumuz yerdən inşallah qaldığımız yerdən davam eləyəcək və gəldik, orada qaldıq ki, İmam Rəhməhullah dərsin əvvəlində, yəni kitabının risaləsində verdiyi bəndlərə Quran-ı Kərimin ayəsini dəlil olaraq, şahid olaraq göstərir və orada dayandıq. Nə idi o da? Estağfirullah, leysə kəmisluhu şey və huvə səmi'ul bəsir. Leysə kəmisluhu şey və huvə səmi'ul bəsir. Dedi ki, ayənin burada dəlil göstərilməsi, ayəni dəlil olaraq İmam Tahavinin də xatırlatması əsas bir səbəbdir. O da nədir? Allah Subhanahu wa Taala'nın təşbih, bənzətmə və təcsim, Allah Subhanahu wa Taala'ya cisim vermə düşüncəsini nəf eləmək, aradan qaldırmaq üçün bu ayət-i kəriməni Allah öz kitabında buyurur və İmam onları xatırlayandan sonra ayəni də dəlil olaraq ortaya qoyur ki, budur Allah Subhanahu wa Taala özü deyir ki, leysə kəmisluhu şey. Heç nə. Biz İmam Əbu Hənifənin Fuqul Əkbərini oxuyanda şeyin nə olduğunu demişdik. Demişdik ki, hətta fikir özü belə şeydir. Bundan sonra ayət-i kərimə bizə aydın bir şəkildə üzə çıxmış olur. Leysə kəmisluhu şey. Heç nə Allah Subhanahu wa Taala kimi deyildir. Yəni Allah Subhanahu wa Taala mövcud olan varlıq, baxın, mövcud olan varlıqların, məxluqların heç birinə bənzəməz. Nəf elədikmi? Allah Subhanahu wa Taala heç bir şeyə bənzəməz. Ondan sonra isbat edirik yenə. Və huvə səmi'ul bəsir. O eşidəndir, görəndir. Subhanahu wa Taala. Bunu da dediyi ona görə eləyirik ki, eşitmək və görmək məxluqatda da vardır. Allah Subhanahu wa Taala'nın eşitmə və görməsi məxluqatın eşitmə və görməsinə bənzəməz. Ondan sonra İmam buyurur. Xalaqal xalqa bi ilmihi və qaddara lahum aqdara və zaraba lahum ajala. Dedi ki, İmam buyurur ki, Allah Subhanahu wa Taala yaradılmışları xalaqal xalqa bi ilmihi, öz elmi ilə yaratdı. Bir elmihi dediğimiz zaman, öz ilmiyle dediğimiz zaman əzizlər, bu o demək deyil ki, Allah Subhanahu wa Taala məxluqatı yaratmaq üçün bir elmə möhtac idi, haşa Subhanahu, və o elmin vasitəsilə yarattı. Yox. Yəni, bunun mənası odur ki, Allah Subhanahu wa Taala öz əzəli elmində olan, öz əzəli elminə əsasən məxluqatı yarattı. وَقَدَّرَ لَهُمْ اَقْدَارًا və onlara bir qədər təyin elədi. Qədər təyin elədi, yəni Allah Subhanahu wa Taala öz elmində bilirdi ki, biz meydana gələcəyik, biz yaşayacağıq, doğulacağıq, böyüyəcəyik, müsəlman olacağıq və öləcəyik, gedəcəyik. İnşallah Allah müsəlman olaraq ölməyi də nəsib eləsin bizə. Bu hamısını Allah Subhanahu wa Taala bilir və bunu bu şəkildə bilərək bizə belə bir qədər təyin elədi Allah Taala. Və dərəbə ləhum əcələ və yaratdığı məxluqatın hamısına bir əcəl, bir son təyin elədi. Və bunu da belə izah edilir ki, dedik ki, qədər, burada söhbət edən bu qədər dediyimiz, bax, burada söhbət edən qədər, bir insan oğlunun var olandan ölümünün, ömrünün axırına qədər olan həyatıdır və yaxud bir heyvanın var olandan ölüm anına qədər olan həyatıdır və yaxud bir əşyanın, bir otun, bir ağacın, bir daşın və yaxud bir evin, bir kağızın var olduğundan ondan sonra aradan gedənə qədər olduğu müddəti qədərdir.
o yox olma anı, ölmə anı bu nədir? Əcəldir. Hər bir şeyin təyin olunmuş bir vaxtı vardır. Əcəl budur əzlər. Hətta Resulullah sallallahu aleyhi ve sellem hədislərindən birində buyurur ki, bir dənə qabınız sınsa belə ona əsəbləşməyin. Çünki hər şeyin əcəli vardır. O qabın da əcəli odur. O qab düzəldiləcək, usta gedəcək, kil gətirəcək, onu yoğuracaq, bişirəcək, dulusçu dəzgahında düzəldəcək, nə edəcək? Kasa olacaq. Kasa olacaq, gedəcək bir yerdə o istifadə olunacaq, bir usta satacaq, onu bir ev sahibəsi alacaq, o ev sahibəsi o kası istifadə edəcək, bir müddət istifadə edəcək, sonra da gəlib bir uşaq onu vurub, stolun üstündən salacaq, o kasa düşüb sınacaq. Gilin yaranmasından, gilin özünün yaranmasından əzizlər, gilin özünün yaranmasından, kasanın sınan anına qədər olanı kasanın qədəridir. Sınması da əcəlidir. Kasa belədirsə, həmən insana da bu aiddir. وَلَمْ يَخْفَى عَلَيْهِ شَيْءٍ قَبْلَ أَنْ يَخْلُقَهُمْ Allah subhanahu wa ta'ala məxluqatı, yaradılmışları yaratmazdan əvvəl onların haqqında hər şeyi bilirdi. Yəni, Allah subhanahu wa ta'ala biz yoxkən bilirdi ki, biz olacağıq. Hətta 10 il, 20 il, 100 il bundan sonra olacaq şeyləri də Allah subhanahu ta'ala öz elmində bilir. وَعَلْمَ مَا هُمْ عَامِلُونَ قَبْلَ أَنْ يَخْلُقَهُمْ Həmçinin Allah subhanahu ta'ala bizim və gəlmiş olacaq, gələcək olacaq məxluqatın nə eləyəcəyini də bilir. وَأَمَرَهُمْ بِتَاعَتِهِ Bunu bilir əzizlər. Bax, Allah subhanahu ta'ala bilir ki, biz nə eləyəcəyik. Amma bu bilimin, bu elminin yanında Allah subhanahu ta'ala bizə əmr eləyir. وَأَمَرَهُمْ بِتَاعَتِهِ Burada artıq söhbət, təklif sahiblərindən, cinlərdən və insanlardan gedər. Artıq söhbət cinlərdən və insanlardan gedir ki, Allah subhanahu ta'ala onlara taəti əmr elədi. وَنَهَاهُمْ عَمْ مَعْصِيَتِهِ Və onlara mə'siyyətdən Allaha isyan eləməyi qadağan elədi. Yəni, taət Allahın hər bir əmrinə əməl eləməkdir. Fərqi yoxdur, əmir müsbətdirmi, mənfidirmi? Əmir müsbət ola bilər. Allah deyir ki, namaz qıl. Bu müsbət əmirdir. Əmir mənfidir. Allah subhanahu deyir ki, içki içmə. Əmrə itaət. Namazı qılmaq, içkini içməmək. Bu itaətdir. Eyni şəkildə əmir müsbət və yaxud mənfi ola bilər. Əmrə itaət etməmək də isyandır. Namaz qılmamaq, içki içmək də isyandır. Və burada bir incə nöqtüyü mən sizə xatırladım. Çünki inşallah bu qabaqda bizə lazım olacaq. Qədər mövzusu. Qədər mövzusu haqqında imam gözəl bir izahat verir. Oraya çatmazdan müqəddimə olaraq sizə bunu deyirəməzlər. Və bir misal olaraq deyirəm. Allah misalı daha ucadır subhanahu wa ta'ala. Bax, tələbələrsiniz hamınız, universitetlərdə oxuyursunuz. Və müəllim gəlir həmişə, və yaxud orta məktəbdə müəllim deyir ki, oxuyun, 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 həmişə deyir oxuyun. Düzdürmü? Oxuyun, gələcəyinizi qazanın filan. Və ondan sonra müəllim tələbələrin içindən baxır, bilir ki, hə, söz misalı, Əli çalışqan uşaqdır, oxuyan uşaqdır və müəllim öz təcrübəsi əsasında bilir ki, çalışqan adam nə edir? İmtahanı verir, imtahandan keçə bilir. Və Əlinin davranışını bilir ki, Əlinin davranışı çalışqandır, Əli bu cür çalışarsa, nə edəcək? İmtahandan keçəcək. O birisi isə, deyək ki, Kazım isə tənbəldə oxumur. Kitab üzü açmaz, dərsə gəlməz vaxtında oxumaz. Və müəllim də bilir ki, Kazım oxumayacaq, imtahandan keçəcək. Amma ikisi də universitetə və yaxud harasa qəbul olmağa niyyətlidir, hazırlaşıblar. Müəllim orada öz üçün qeyd edir. Əgər, yazır ki, əgər Əli bu şəkildə davam eləyərsə, Əli bu şəkildə davam eləyir, Əli bu şəkildə davam eləyərsə, imtahandan keçəcək. Altdan da yazır ki, Kazım da bu şəkildə davam elədiyi müddətcə imtahandan keçməyəcək. Müəllim bunu bilir. Özündə də saxlayır. Bir başqasına da deməyib. Sonra gəlir, dərsdə Əliyə də, Kazıma da, Məmmədə də, Həsənə də, Hüseynə də, Osmana da, Omara, hamıya
bir söz deyir. Dərsinizi oxuyun, yaramazlıq eləməyin, tənbəllik eləməyin. Yaxşıyı əmr eləyir, taəti əmr eləyir, isyanı qadağan eləyir. Gəlirdi işin axırında, həqiqətən Əli imtihandan keçir, Kazım imtihandan keçməyir. Əzizlər, indi burada sual budur, əsas nöqtə budur. Qədəri başa düşmək üçün ən birinci önəmli nöqtələrdəndir. Müəllimin öyrət elədiyi, kitabçasında yazdığı o qeyd, Əlinin imtihanı verib keçməsinə bir faydası varmı? Təsir elədi mi? Eləmədi. Kazımın oradan imtihanı keçməməsinə, imtihanı qəbul verə bilməməsinə və qəbul ola bilməməsinə müəllimin kitabındakı qeydiyyatı fayda verdi mi? Zərər verdi mi? Yox. Bu misal üzründə başa düşməyə çalışırıq əzizlər. Amma Allahın misalı daha alidir. Bu Allah üzərinə misal vurulmayacaq bir şey deyil. Sadəcə fəhmimizə yaxınlaşdırmaq üçün bunu deyirik ki, Allah subhanahu və taalanın insanlara və cinlərə təyin eləmiş olduğu qədər Allah subhanahu və taalanın onların həyatını bilməsidir. Başa düşdük mü? Ondan sonra İmam Rəhməhullah buyurur. Və kulli şeyin yecri bi təqdirihi və məşiətihi. Hər bir şey Allah subhanahu və taalanın təqdir etməsi və istəməsi ilə baş verir. Və məşiətuhu tunfidu, la məşiətun lil ibad. İllə mə şəə ləhum. Fəmə şəə ləhum kənə və mə ləm yeşə ləhum ləm yəkun. Və Allah subhanahu və taalanın məşiəti işləri həll eləyir. Qulun məşiəti yox. Məşiət nədir? Onu izah edirik. Məşiət istək deməkdəzdir. İstək. Buraya niyə gəlmişsiniz? Niyə oturursunuz burada? Heç kəs sizi məcbur eləməyib. Özünüz öz istəyinizlə gəlib, oturub, dərsdə qulaq asırsınız. Bu sizin məşiətiniz, istəyinizdir. İstək budur. Bir insan özünün könlü xoşluğundan istəyərək, heç kəs qadağan eləmədən, heç kəs məcbur eləmədən, heç kəs təşviq eləmədən, sadəcə məlumatı var, öz məlumatı əsasında istəyərək gəlir, buradan eynir, oturub dərsə qulaq asır. Bu qulun istəyidir və istək də budur. Amma işin baş verməsinə, əməlin həyata keçməsinə qulun məşiətinin əsasi prinsipial təsiri yoxdur. Niyə? Çünki qulun məşiətinin üzərində Allahın məşiəti vardır. İmam ondan danışır. Və məşiətuhu tunfidu, la məşiətə lil ibad. Hər şeyi Allah subhanahu və taalanın istəyi yerinə yetirir. Tənfiz icra eləmək, yerinə yetirməkdir. Qulların istəyi yox. Necə? İzah edirik əzizlər. Evdən çıxmışsınız, gəlirsiniz bura. Bura gəlirsiniz, dərsə gələcəksiniz. İstəyirsiniz ki, dərsə gələsiniz. Yəni, Allahın məşiətinin əsas olduğunu izah eləməyə çalışıram. Gəlirsiniz ki, bahu, metrodur, basa-bas. Minmək mümkündür. Elə, qatar gəlir, qapıyı zor açır, zor bağlayır, bir nəfər düşüb çıxa bilmir. Ha, eybi yox, o birisindən gələrəm. 1 metro, 2 metro, 3 metro, 4-cüdə mindiniz. Gəldiniz, metrodan çıxdınız. Avtobus ondan da bərbad. Yollar bağlı, hərəkət eləmir. Əl-qərəz, gördünüz ki, olmayacaq, axşamda qaranlıqlaşır, vaxt da keçdi. Nə oldu indi? Kimin məşiəti təsir elədi? Dərs üçün. Dərsə gələ bilmədin, dərs getdi. Kimin məşiəti təsir elədi? Allah subhanahu və taalanın məşiəti təsir elədi burada. Sən də istədin, Allah da istəyir. Allah istəmədikcə sənin istəyin baş tuta bilməz. Artıq meydana çıxan səbəblər önəmli deyil. Önəmli olan odur ki, bir insan bir şey istəyir. Onun istəyi Allah subhanahu və taalanın istəyinə uyğun gələndə o şey olur. Allah subhanahu və taalanın istəyinə uyğun gəlməsə o olmur. Və davamında imam elə onu deyir. Fəmə şəə ləhum kənə. Allah subhanahu və taala bizim haqqımızda diləyərsə, o olur. Və mə ləm yeşə ləm yəkun. Allah subhanahu və taalanı bizim haqqımızda istəmədiyi olmur. Biz necə səbəblərə sarılarsa sarılaq. Belə bir misal da çəkə bilərəm.
həkimlər deyir ki, qardaş, tibb el qaydasına görə bu iynəni, bu dərmanı, bu həkimə, bu xəstəliyə verəndən sonra, bu xəstə bu dərmanı, bu iynəni qəbul edəndən sonra tibb elminin qaydalarına görə sağalmalıdır. Amma sağalmır. Niyə? Çünki onun sağalmasını Allah istəmir. Və yaxud sizə olan real bir misal çəkməzlər. Ürək xəstəlikləri, Allah afiyət versin, Allah şifa versin, Allah qorusun hamımızı. Bir nəfər körpə uşaq parok doğulub və həkim deyir ki, söhbət gedir belə, o 2 dənə pasiyent var həkimin yanında, müştəri, xidmətçi, xəstə var. Həkim ikinci xəstəyə o uşağı göstərir. Bu ikinci xəstə həkimdən qarant istəyir. Ki, mən cərrahiyyə əməliyyatına getsəm, bunun qarantı nədir, mənim qalxma yəni təminatım nədir? Və həkimin sözü imanlı adamdır, elhamdülillah, cavabına bax. Deyir ki, tibb elminin verdiyi ölçülərə görə bu uşaq çoxdan ölməlidir. Diqqət edin sözümə. Tibb elminin verdiyi məlumatlara, verdiyi bilgilərə görə bu uşaq çoxdan ölməlidir. Amma yaşayır. Niyə? Çünki onu yaşadan Allah vardır. Mən buna dərman vurum, iynə vurum. Mənim istəyimlə deyir o. Onu yaşadan Allah vardır. Bax, bu mənada Allahın məşiyyətindən bizim məşiyyətimiz üst-üstə düşürsə, o zaman bizim istədiyimiz şey olur. Üst-üstə düşməzsə, olmaz. Yəhdi mən yeşə və yə'simu və yuafi fadlən. Ona görə də Allah subhanahu wa ta'ala istədiyini hidayətə yönəldir və qoruyur. Ya'simu, qorumaq deməkdir. Və yuafi. Yuafi, qorumaqla qalmır. Həmçinin həm qoruyur əzdər, həm də o qorumağın yanında ona nemətlər, afiyət verir. O qorumasını bərəkətləndirir Allah subhanahu wa ta'ala. Fadlən. Allah subhanahu ta'ala bir fəzilət olaraq, bir rəhmət olaraq istədiyi qulunu doğru yola yönəldir. Doğru yola yönəldəndən sonra da onu qoruyur. Necə? Allah subhanahu ta'ala bir insanı hidayətə yönəldir. Ondan sonra belə deyək, o insan gedir, düşür elə bir cəmiyyətə ki, fisq, fücur, xəta, günah doludur. Hətta zaman o qul özü istəsə belə, Allah istəmir deyə, Allah onu gedib günaha düşməsinə fürsət yaratmır. İstəsə belə günah eləyə bilmir. Neynədir? Allah asəmə, qorudu. Və yuafi, qorudu. Günaha düşmədisə nə oldu? Savab qazandı. Və Allah qarşısında bir cəza sahibini haqq eləməmiş oldu. Əslində bunu verən Allahdır. Və yadillu mən yeşə. Və istədiyini də azdırır. Və yaxdulu və yəbtəli adlən. Allah subhanahu wa ta'ala istədiyini də azdırır və onu köməksiz buraxır və imtihan eləyir. Allah subhanahu wa ta'alanın ədalətinin təzahürü olaraq. Necə? Bir insanı sağında solunda Quran oxuyursan, axşam sabah namaz qılırsan, söhbət eləyirsən, gerçəkləri izah eləyirsən, əlindən tutur məscidə gətirirsən, adam iman eləmir ki, eləmir. İman eləmir. Əslində eləməlidir, düzdür. Yəni, səbəbləri tutduğumuz müddətcə, hamımız Quranı oxumuşuq, kitabları oxumuşuq, eşitmişik və bu şəkildə, əlhamdülillah, Allah bizi doğru yola yönəldir. Bir başqası gəlir, mihrabda oturur, amma yenə iman eləmir. İman eləmir adam. Apar onu 20 il yox, ömrü boyu Kəbənin ortasında yaşat, xeyri yoxdur. Adam iman eləmir. Niyə? Çünki Allah subhanahu wa ta'ala ona o imanı istəmir. Nə üçün? Yaxdul. Allah ona kömək eləmir. Qəlbində o imana, o sevgini yaratmır Allah subhanahu wa ta'ala. Kömək eləmir. Xəzlən Allahın onu köməksiz buraxmasıdır. Amma elə ki çıxır, cəmiyyətə çıxdı, qardaşım, heç gözləmədiyi yerdən pulsuz araq gəlir, söz misalı. Heç gözləmədiyi yerdən, açıq bir yer görür, götürür oradan qızılı, çıxdı, getdi. Gördün mü? Necə? Və yəbtəli, qorumur və onu imtihan eləyir. Necə yəni imtihan eləyir?
adlen minhu. Allah subhanahu wa ta'alanın özündən ədalət olaraq. Allah kimsə zülüm eləməz. Bəs ədalət sifəti harada çıxdı burada? Necə bunu deyəcək ki, bu ədalətdir? Allah subhanahu wa ta'ala qulaq veribmi? Verib. Göz veribmi? Verib. Ağıl veribmi? Verib. Bunları istifadə eləmək üçün o dediyimiz o məşiyyəti ona görə birinci xatırlatdıq. İstək veribmi? Verib. Niyə istifadə eləmirsən? Hə? Bax, buna görə də Allah subhanahu ta'ala bu şəkildə imtihan edir qulunu. Və istədiyini də bu şəkildə azğın yolda saxlayır. Və kulluhum yetəqallabun fi məşiyyəti beynə fadlihi və adlihi. Ona görə də əzizlər, Allah subhanahu ta'alanın yaratmış olduğu fəzlinlə müamilə elədikləri də, ədlinlə müamilə elədikləri də nədirlər? Çevrilir, çevrilir. O demək deyir ki, Allah subhanahu ta'ala buna fəzl elədi, qutardı, daha bu azmaz. Elə bir şey var mı? Nə çox insanlar var ki, imanın ən şirin yerində Allah korusun, irtidad eləyir. Nə çox azğın sapqınlar var ki, küfrün dibində iman eləyir. Bu Allah subhanahu ta'alanın qulları haqqında ədalətinin təmsaldəzdir. Allah heç kəsə, sən yaxşı qulumsan, səni imanda saxlayacağım, sən də günahkar qulumsan. Yox, ümumi mənada da bu imtihandır. Niyə? Çünki Allah bizə də məşiyyət etdi. Əgər Allah subhanahu ta'ala daima məni qorusaydı və mənim məşiyyətimin burada bir işim olmasaydı, o zaman ədalətsiz olur. O zaman Cəbriyyə tayfəsinin sözü meydana çıxar ki, Allah səni elə doğru yola yönəldib, sənlik burada bir şey yoxdur. Bax, ona görə də imam ifadəsini belə tamamlayır ki, kulluhum yetəqallabuna, yəni çevrilirlər. Elə də, belə də ola bilir. Və huvə mütəalin anil əddad və əndad. Yenə Allah subhanahu ta'ala'nın zatı haqqında deyir ki, Allah subhanahu ta'ala zidlərdən, dıd əks deməkdəzlər. Məsələn, ağrın ziddi nədir? Ay, sağ ol. İstinin ziddi nədir? Soyuq. Allah subhanahu wa ta'ala bu şəkildə öz zatı alisinə zidd olmaqdan ucadır. Allahın ziddi yoxdur. Və lə niddə ləhu. Allaha tay olacaq, Allaha bənzəyəcək bir şey də yoxdur. Zidd, başa düşümüzdür, nid tay olmaq, bərabər olmaq deməkdir. Allahın nə ziddi yoxdur, nə oxşarı bərabər yoxdur. Lə raddə li qədaihi. Allah subhanahu wa ta'alanın qəzasını geri qaytaracaq heç nə yoxdur. Hamımızın bildiyi bir şey. Bir şey olacaqsa olacaq. Allah subhanahu wa ta'ala hökm verirsə, Allahdan əmir gəlirsə, istəyir ondan sonra dünyanın həkimləri yığılsın, ölən ölməlidir. Allahdan əmir gələndən, Allahdan hökm gələndən sonra istəyir dünyanın alimləri yığılsın, ən nadir bitki, ən mümbit botanika bağında, ən gözəl şəraitdə quruyacaq. Niyə? Çünki Allahdan ona qəza gəlib ki, qurumalıdır. Ondan sonra kimsənin gücü yoxdur ki, Allahın qəzasını dəyişsin. Var, indi bu sadə eləyirlər, insanoğlu eləyir. Baxırsan ki, göyə top atır, buludu qaytaracaq, nə bilim, təyyarəyə qaldırır, azot buraxır, gün çıxardacaq. Olmur, əzlər, olmur, qaytara bilmirlər. Niyə? Çünki Allah subhanahu ta'alanın bu hökmü dəyişməzdir. Nədir o hökm? Lə rəddə li qədaihi. Allahın qəzasını, Allahın verdiyi qərarı dəyişəcək bir varlıq yoxdur. Və sizə ben bir misal çəkim. İkinci Dünya Müharibəsinin 60 illiyini bayram eləyəndə Moskvada hava bulutluqdur, yağış yağır dəstər. Tez-tezdə orada danışan deyir ki, təyyarə qalxıb, nə bilim, nə eləyib, gün açılacaq, bu saat bulut dağılacaq, gün çıxacaq, gözləyirlər gün çıxacaq. Hardan çıxacaq gün? Allah günü vermədi əzizlər. Və mən özüm uşaq vaxtı olanda rayonlarda eşidirdim, bəlkə də siz də görmüşsünüz, top atardılar. Bulut gəlir, qara bulut, sinoptik deyilənlər, onlar deyir ki, o bulutda dolu var, dolu. Başlayardılar o buluda top atmağa. Topun da içində o güllədə duz doldurardılar, duz. İndi öz ağlından bu insan ağlı da, gedəcək o duz orada dağılacaq, duzla buz bir-birinə qarışıb, duz onları əridəcək və zərəri düşəcəkdi. İnandırım sizə əzizlər. Top atırdılar, dağıdırdılar.
Və Allah rəhmət eləsin o ağsaqqallara, Allah hamısını yerinə cənnət eləsin, Allah xətalarını, təfsiratlarını əff eləsin. Gavur deyirdi, Allahla güllələşir. Təfəkkürə oraya çatırdı. Həqiqətən, sevməzdilər. Narazı olurdular ona. Amma dövlət onlara nə, ateist dövlət. Sözümün canı. Bulut güya ki, burada daha yaxşı gəlirdi buraya, indi buraya bulut gəldi, dolu yağmadı. İnandırım sizə əzizlər. O bulut gedirdi başqa yerdə, heç gözləmədikləri yerdə. Təsərrüfatlarını o günə salırdı ki, buraya yağsa bəlkə təsərrüfatdan bir 500 kilo bir şey çıxardı. Oradakı təsərrüfatı tamam bərbad edirdi. Niyə? Allahın qəzasının qabağına çıxacaq bir varlıq, bir güc yoxdur. وَلَا مُعَقِّبَ لِحُكْمِهِ Allahın hökmünü sonradan qayıdıb araşdıracaq bir qüvvə də yoxdur. Deyək ki, bax dediyimiz kimi, Allah subhanahu wa ta'ala, onlar top atdılar, Allah da göndərdi o bir seyri, tamam düppədüz elədi. İndi ikinci bir güc yoxdur. Ola bilməz ki, qalasın subhanahu wa ta'ala, Allaha qarşı dava qaldırsın ki, sən buranı niyə belə elədin? Yoxdur, ola da bilməz. وَلَا غَالِبَ لِأَمْرِهِ Allah subhanahu wa ta'alanın bu əmrinin üstünə çıxıb bir əmir qoyub, Allah subhanahu wa ta'alanın əmrinin üstünə gələcək, əmrinə qalib olacaq bir varlıq da yoxdur. Bütün bunlar əzizlər, Allah subhanahu wa ta'alanın zatında və sifətində tək, kamil, nöqsansız bir varlıq olduğunun nədir? Əlamətləridir ki, İmam Rəhməhullah xatırladır və sonda deyir. Əmənnə bizəlkə kullihi və ayqənnə ənə kullən min indihi. Bu saydıqlarımızın deyir, hamısına inandıq. Əmənnə bizəlkə kulli. Yəni, bu dediklərimizin hamısına inandıq. Və ayqənnə ənə kullən min indihi. Və tam yəqinliklə, heç bir şəkki şübhəsiz qalmadan yəqin elədik ki, Allah subhanahu ta'alanın göndərmiş olduğu din, hökm, hər şey öz zatı alisindəndir. Bunu Allah göndəribdir. Buna da deyil, tam yəqinlik elədik. Deyəcəksiniz, yəqinliyi düşək. Yəqinlik o deməkdir ki, əzizlər, yəqinlikdə 0, neçənci sıfırdan sonra bir şək şübhə yoxdur, tərəddüd yoxdur. Yəqinlik budur. Yəqinlik tamına bir insan inanır. Misalı, bu kağızdır mı? Bunun kağız olduğunu şübhə eləyən varmı? Kimsə deyə bilər mi bu kağız deyil? Yox, gördünüz mü? Yəqinlik bu əzizlər. Bunun kağız olduğuna hamı inanır. Və heç kəsdə qəlbində bir belə zərrə yoxdur ki, bu kağız deyil. Bax, yəqinlik budur. Və Allah subhanahu ta'alanın göndərdiyi o şeylərə də o şəkildə inanarsansa, bu yəqinlik olur. Amma mən tərəddüd edirəm əzizlər. İndi bu kağız deyil. Mən tərəddüd edirəm. Yox, kağız deyil. Kağız deyil. Mən belə tərəddüd edirəm. Bəlkə kağız deyil, bəlkə bu selülozadan düzəldilməyib, bəlkə bu ximikatdır, elə bir kimyəvi maddədir ki, kağıza bənzəyir, amma kağız deyil. Gördünüz mü? Bax, kağız oxşuyur, kağızdır. Amma məndə bir balaca şübhə var. Ola bilər ki, bu elə bir şeydir ki, selülozadan düzəldilməyib, amma kağıza bənzəyir. Bax, İmam Əbu Hənifə rəhməhullah əzizlər, bu məqamda deyir ki, imanın özü yox, yəqinlik artar, azalar. Çünki məndə biraz yəqinlik olur. Kağız olduğunu qəbul eləmişəm. Yəni, kağızdır, niyə üstündə yazı var, oxuyuruq, kağız kimi şıqqıldır, nə bilim, nədir, ağdır. Kağız deyirəm. Amma haradasa bir balaca düşüncəmdə bir nöqtə var ki, ola bilər ki, burada nədir, bu sellulozadandır, başqa bir materialdandır, o zaman da nədir, olmuş olur, yəqinlik artıb azalmış olur. Bax, yəqinlik də budur, əzlər. Bura kimi İmam Rəhməhullah Allah subhanahu wa ta'alaya iman məsələlərini izah elədi. Biz Fuqul Əkbəri oxuyanda dedik ki, imanı Əbu Hənifə neçə bab yazdırmışdıq? 6 bab. Birincisi ası idi. İkincisi ası idi. İkincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin nübüvvətinə inanmaq idi. Tərtibdə önəmi yoxdur, əzizlər. İndi biz ikinciyi Peyğəmbər sallallahu aleyhi və səlləmin nübüvvətini oxuyacaq. Peyğəmbərin nübüvvəti.
El-iman bi nubuvvetin nebi Muhammed sallallahu aleyhi ve sellem. Peygamber sallallahu aleyhi ve sellem Mehmet Mustafa'nın peygamberliğine iman etmek. İmanın, itikadın ikinci neydi? Şertidir. Ve enne Muhammeden abduhu el-Mustafa. Biz itikad edilemişik, buna inanmışıq ki, Muhammed aleyhissalatu vesselam seçilmiş kuludur. Mustafa əzlər sözünün mənası safəvə sözündən gələr, saflaşdırmaq, saf sözündən gələr. Safəvə, saf, ağla gələ biləcək hər cür qara quradan, natəmizlikdən, filan, bunlardan təmizləmək. Məsələn, deyək ki, bu saf qızıldır. Niyə? Qızıldan başqa bir şey yoxdur. İçində misli, nə bilim, o bir şey bulurdu, başqa bir şey. Saf gümüşdür. İçində başqa bir materyal yoxdur. Saf şüşədir. Başqa bir şey yoxdur. Saf büllurdur. Başa düşdük saf sözünü. Mustafa da saflaşdırılmış, təmizlənmiş mənasında gələr. Allah subhanahu ta'ala Məhəmməd sallallahu və səlləmi bəşər xislətində ola biləcək naqisliklərdən təmizləmişdir. Nə ola bilər o naqisliklər? Kin, paxıllıq, küfür, simişlik, çox saya bilərik. Resulullah sallallahu və səlləmin xilqətindən, fitrətindən bunlar çıxardılıb əzizlər. Resulullah sallallahu və səlləmdə kin ola bilməz. Resulullah sallallahu və səlləmdə paxıllıq ola bilməz. Resulullah sallallahu və səlləmdə simişlik ola bilməz. Resulullah sallallahu və səlləmdə bu kimi bəşər oğlunda olan mənfi xüsusiyyətlər düşünülə bilməz. Ona görə ki, Allah nədir? Allah subhanahu ta'ala onu təmizləmişdir və onun adı Mustafadır. Seçilmiş, təmizlənmiş nəyidir? Quludur, abduhu. Və nəbiyyuhu el-muctəbə. Və bunun yanında biz onu yenə muctəbə, o da yenə seçilmiş mənasında, artıq bu seçilmə mənası hörmət mənasında gələr əzizlər. Yəni, o bəşər xislətinə aid olan məsələlərdir. Bu isə artıq insanlıq baxımından, yəni insanlar arasından seçilərək ən hörmətlisi, ən dəyərlisi. Ən dəyərli nə idi? Nəbisidir. Baxın əzizlər. Allah subhanahu, İmam Rəhməhullah və nəbiyyuhul muctəbədir. Nəbiyyuhul Mustafa demir. Niyə? Çünki o biri peyğəmbərlər də onlara da kin, paxıllıq, simişlik layiq deyil, olmaz. Onlarda da yoxdur. Amma onlardan sonra onların arasında ən seçilmişi, ən hörmətlisi el-muctəbə Resulullah sallallahu aleyhi ve sellem'dir. Və nəbiyyuhu deyir ona görə də. Resuluhu demir. Resulullah nəbi də izah eləmişdik sizə əvvəlki dərslərimizdə. Və Resuluhu el-murtada. Gördünüz mü? Bu dəfə Resuluhu deyir. Resuluhul murtada. Yəni haqqında razı qalınmış elçisidir. Resuluhu el-murtada. Haqqında razı qalınmış, öz əməlini, öz şəriətini, öz vəzifəsini gözəl bir şəkildə yerinə yetirmiş nədir? Peyğəmbərdir. Əzizlər, peyğəmbərlər bildiyimiz kimi bizim üçün müəyyən mənada hamısı eynidir. Çünki hamısı peyğəmbərdir. Amma öz aralarında peyğəmbərlik vəzifəsini yerinə yetirmək məsələsində fərqlidirlər. Deyəcəksiniz necə? Baxın əzizlər, şəfaət hədisini yadınıza salın. Adəm əleyhissalam niyə getmədi Allah subhanahu ta'aladan şəfaət eləməyə? Nəfsi, öz hayma dedi. Niyə? Allah subhanahu ta'alanın yanında özünü xata sahibi olaraq tanıyırdı. Xata vaqe olmuşdu. Allahın əmrindən çıxıb cənnət meyvəsi yemişdi. İbrahim əleyhissalam həmçinin, Musa əleyhissalam həmçinin, Nuh əleyhissalam həmçinin. Amma Resulullah sallallahu aleyhi və səlləm haqqında elə bir şey varmı? Əbədən. Nuh əleyhissalam qövmünə qarğış elədi. Elə deyil mi? Amma Resulullah sallallahu aleyhi və səlləm nə deyildi? Allah Cəbrail əleyhissalamı göndərdi. Göndərdi ki, istəyir, Taifi qaldırım, ağzının üstünə Cəbrail gəldi. Dedi, Allah deyir ki, bu saat əmr eləsin, istədiyini eləyim. Ya Resulullah, istəyirsən, mən bu saat qanadımla vurum, Taifin altı üstünə çevirsən. Yox. Rəbbimə deyilən oradan ona iman eləyən övladlar gətirsin. Baxın, məsələr. Ona görə deyir ki, Resuluhu el-murtada. Resulullah sallallahu aleyhi ve sellem buna görə
Digər peyğəmbərlərdən nədir? Bax, buna görə murtada, razı qalınmış deyilər. Ona görə də Allah subhanahu taala deyir, səlni ə'tikə. Sən məndən nə istəsən, mən sana verəcəm və şəfaat haqqını, ona şəfaatul uzma deyərlər. Ona görə əzlər, şəfaatul uzma, böyük şəfaati Resulullah sallallahu aleyhi və səlləmə tanımış olub Allah subhanahu taala. Və ənəhu xatəmul ənbiyə. Məhəmməd Mustafa, Resulların deyil, nəbilərin, peyğəmbərlərin sonuncusudur. Bunun da izahı bu dərzlər. Xatəmül Rusul demir. Xatəmül Ənbiyədir. Görün, ifadələrin hamısının dəqiq mənaları var. Xatəmül Rusul desə, bildi ki, peyğəmbərdən sonra nəbinin gəlməsi mümkündür. Bir peyğəmbər çıxar, deyər ki, mən Məhəmmədin şəriəti üzrə peyğəmbərəm. Yəni, nəbinin vəzifəsi budur, bilirsiniz. Musa aleyhissalamdan sonra Yuşa ibn Nundu, Davud aleyhissalam, Süleyman aleyhissalam, hamısı Daniyal aleyhissalam, hamısı Musa peyğəmbərin şəriəti üzrə nəbilər idilər. Sabah kimsə çıxıb bu sözü deməsin deyə, ona görə də Allah subhanahu wa ta'ala buna nə deyir? Resulullah sallallahu aleyhi ve sellemə xatəmun nəbiyyin, peyğəmbərlərin içində rəsullar da çəkdi. Qaidə budur ki, hər bir peyğəmbər, hər bir nəbi, əstağfurullah, mən qaydəni tərsinə deyirəm, hər bir rəsul nəbidir. Amma hər bir nəbi rəsul deyildir. Bizim peyğəmbər sallallahu aleyhi ve sellem həm rəsuldur, həm də nəbidir bu ümumi qaydaya görə. Ona görə də nə deyir Allah, İmam nə də buyurur bunu? Təbii o da Quranda var ayəsi. Nəbilərin sonuncusudur, xatəmidir. Ondan sonra buyurur. Və imamul ətqiyyə. Təqilərin imamıdır. Resulullah sallallahu aleyhi ve sellem ətqiyya, təqilərin, yəni Allah subhanahu ve taala'ya qarşı günah eləməyə qorxan və günah eləməyən qulların imamıdır. Onların rəhbəridir, onların öncülüdür. Allahdan qorxan qulların öncülüdür. Necə? Nə cür əzlər? Öncül demək nə mənasıdır? Burada nə mənada ki, öncüldür, imamdır, nə mənada? Hədisi bilirsiniz yenə, İmam Ayşə anamızda rivayet olur ki, deyir ki, Resulullah sallallahu aleyhi ve sellem o qədər ibadət eləyərdi ki, ayaq üstə dayanmaqda mübarək topuqları, dabanları partlayar, qan axardı. Və deyərdim ki, Resulullah, sən əvvəlim gəlib keçmiş günahların əfv olub, niyə özünə bu qədər əziyyət verirsən? Deyirdi, Ayşə, Allaha şükür eləyən qul olmuyor mu? Baxın əzlər, təqva budur, təqi qul budur. Digər bir misal çəkim. Bir gün mübarək namazı qıldırdı, salam verməz sürətlə, bir həyəcanla otağına keçdi. Hamı qorxdu, deyir, görən nə oldu? Yəqin vəhiy gəldi. Hamı təlaşla Resulullah sallallahu aleyhi ve sellemin mübarək hüccəsinə tərəf baxır. Birazdan Resulullah aleyhissalatü vesselam arxayın, rahat-rahat gəldi, öz yerində oturdu və əshabına dedi ki, bilirəm, dedi, bu saat gərgin olaraq gözləyirsiniz ki, görəsən Resulullah niyə belə birdən sürətlə getdi? Atam, anam, sana fəda ya Resulallah. Hamımız gözləyirik, dedilər. Birdən, dedi, yadıma düşdü ki, evdə axşamdan 1 dinar pul qalıb. Sədəqə olaraq veriləsi. Getdim, dedi, onu soruşum ki, görüm o sədəqə olaraq verildim, yoxsa hələ evdədir mi? Baxın, əzlər. 1 dinar pulun evdə qalmasına həyəcan keçirdi Resulullah. Təqva budur. Və imamul ətqiyya nə deməkdir? Resulullah sallallahu aleyhi ve sellem təqvalı olmaq etalonudur. Müasir ifadə ilə demiş olsaq. Təqvalı olmaq istəyən imamına bənziyir. Yəni Resulullah sallallahu aleyhi ve sellemə bənziyir. Və seyyidil mursəlin. Və peyğəmbərlərin, rəsulların seyyididir. Dediyimiz kimi, rəsulların seyyidi olmaq, onların ağsaqqalı, onların böyüyü mənasında gəlir ki, izah elədik. Yəni, əvvəlki məsələlərdəki rəsullar kimdir? Və Resulullah sallallahu aleyhi ve sellem də onların seyyididir. Və həbibi rabbil aləmin. Aləmlərin Rəbbinin həbibidir. Yəni, Allah subhanahu wa ta'alanın həbibidir. Bunu bəzi söhbətlərdə izah eləmişəm, burada da izah eləməkdə fayda vardır inşallah əzizlər. Həbib var, bir də aşiq var. Hub var, bir də eşq var. Bizim dildə anlayış olaraq biz onun ikisini də eyni başa düşürük.
Məhəbbət və eşq. Bunun ikisi de eynidir. Amma əslində ikisi bir-birindən fərqlənən tamam başqa mövzulardır. Nədir? Hub ülvidir, təmizdir. Eşq süflidir, təmiz değildir. Hub əzdər. Sevgi, indi ikisini de ben sevgi demeye olacağım da dilimiz bu imkanı verir bize. Hub, sevgi bəslədiyin şeyin özüne nail olandan sonra artan hissiyattır. Hub, sevdiği şeye nail olandan sonra artan hissiyattır. Eşk, sevdiği şeyde nail olandan sonra eriyip yok olan hissiyat. Bir insan, bir cavan oğlan Mercedes maşınını sevir. O vaxta qədər ki Mercedes'i alır. Mercedes'i alıp bir-iki dəfə irəli geri sürəndən sonra indi Mercedes hoşuna gəlmir. İndi bu dəfə başqa bir maşın, nə bilim, bir marka sevəcək. Bu eşiktir. Bu eşiktir. Amma hub, bir insan Mercedes'e hub sevə bilər. Mercedes'i alır, alandan sonra başlayır daha çox sevməyə. Bunun tozunu alır, nə bilim, neynir? Hubbudur əzlər, yəni yüksələn. Allah subhanahu wa ta'alanın zatına eşk izafə olunmaz. Eşk süflidir dedik. Eşk məxluqata aiddir. Allah subhanahu wa ta'alanın zatına eşk ait olunmaz. Kur'an'da eşk sözü yoktur. Allah subhanahu wa ta'ala hakkında. Allah subhanahu wa ta'ala hakkında bak ne deyirlər əzlər. Allah özü buyurur. Yuhibbunallaha ve yuhibbuhumullah. Onlar Allah'ı, Allah da onları sever. Oldu mu? Bak ona göre de Resulullah sallallahu aleyhi ve sellem hakkında da buyurulur ki Allah'ın yani Rabbul Alemin Allah subhanahu ta'alanın sevimlisidir Resulullah sallallahu aleyhi ve sellem. Ve kullu da'vetun nubuvve ba'dahu fegayyun ve heva. En önemli nokta. Resulullah sallallahu aleyhi ve sellem'den sonra her bir peygamberlik iddiası azgınlık ve nefse göre danışmaktır. وَهُوَ الْمَبْعُوثِ إِلَى عَامَّةِ الْجِنِّ وَكَافَّةِ الْوَرَى. O, yani Resulullah sallallahu aleyhi ve sellem bütün cinlere ve bütün insanlara, vera insanlara değiller, bütün cinlere ve bütün insanların hamısına gönderilmiş nedir? Peygamberdir. Ve bilhakki vel huda. Getirdiği de hak ve hidayet yoludur. Yani hak ve hidayet üzere, doğru üzere, gerçek üzere, hakiki din üzere gönderilmiş peygamberdir. Ve bin nur ve diye. Nur ve ışıkla gönderilmiş peygamberdir. Nur ve ışık da əzizlər budur ki, nur bir şeyin özündən değil, başkasından aldığı ışığı əks etdirmesidir. Diya ise bir şeyin özündən ışıq əks etdirmesidir. Bakın Allah subhanahu teala Kur'an'da aya qamərən munira deyir. Nur saçan qəmər. Güneşe ise وَجَعَلْنَا الشَّمْسَ سِرَاجَ وَجَعَلْنَا الشَّمْسَ سِرَاجَ. Güneşi de biz sirac elədik, ışıq saçan mənbə elədik. Ayın özünün ışığı var mı? Yoktur. Ona göre ne deyir? Qamərən munira. Munir başka bir şeyden ışıq alıp o ışığı əks etdirən ederler. Nur budur əzlər. Və diyə. Işıq da dediğimiz kimi özündən verilen ışıqdır. İslam neye göre hem nurdur hem ışıqdır. Bakın əzlər. Bak. İslam'ın hakkında Resulullah'ın peygamberliği hakkında, Resulullah sallallahu aleyhi ve sellemin getirdiği din hakkında imam deyir, hem nurla hem ışıqla. Nurdur ona göre ki, o bir insanın o dine, o dinin emellerine, o dinin etiqadına, o dinin hükümlerine tabi olarak emel eləməsi o insanı nurlandırar. İnsan başlayır ışıq saçmağa. Burada nur olur İslam. Öyle değil mi? İnsanın yani yaşam anında, yaşama tetbik olanda İslam nurdur. Yaşama tetbik olmayanda İslam nedir?
işıq saçan bir çıraqdır. Yəni, istər elə olsun, istər belə. İslam daimidir, din daimidir əzizlər. Yəni, bəzən bu gün söz gəzir ortada ki, bu gün İslam zəifliyir, İslam zəifliyir. Yox, yox. İşıq yox olmaz. İşıq vardır, mövcuddur. Sadəcə onun nurunu yayan bizlər zəifləmişik. O nuru haqqınla yaya bilmirik. Oradan aldığımız işığı, oradan aldığımız şəkildə nədir? Əks elətdirə bilmirik. Bu da Resulullah sallallahu aleyhi ve selleme iman hakkında ve Resulullah hakkında İmam Tahavi'nin demiş olduğu mücmel sözlerdi ki, ondan sonra peygamber yoktur ve saydığımız meselelerde okuduk. Ondan sonra gelir üçüncü hisse, el-iman bil-Kur'an-el-Kerim. Kur'an-ı Kerim'e iman etmek. Ve inne el-Kur'an kelamullah. İfadə belədir ki, həqiqətən də Qur'an Allahın kəlamıdır. Minhu bədə bilə keyfiyyə qovlən. Söz olaraq, ifadə olaraq Allah Subhanahu və Taala'dan sadir oldu keyfiyyətsiz. Baxın əzizlər. Burada bu keyfiyyətsiz sözünü bir də xatırlatdıq. Bir daha bunu izah eləməmişdən əvvəl bunu xəbərdarlıq eləyirəm ki, buradakı keyfiyyətsiz sözü bizim başa düşdüyümüz mənada deyil, ha. Bu keyfiyyətsiz maldır, nə bilim, yaxşı, yüksək keyfiyyət yoxdur. O mənada yox. Yəni, necəsiz? Allah Subhanahu Taala'nın özündən, zatından sadir olmuş, söz olaraq sadir olmuş, amma necəsini bilmirik. Necə sadir olub, necə bir söz olaraq sadir olduğunu bilinməz. Biz onu dərk eləyə bilmərik. Bu şəkildə Allah'tan sadir olmuş sözdür. Və ənzələhu alə rəsuluhu vəhyə. Və bunu Resuluna vəhy olaraq nazil etmişdir. Və sadaqahul mu'minun alə zəlikə haqqa. Və müminlər də bunun haqq olduğunu təsdiq etmişdilər. Zaten iman və küfrün mənası budur. Bir insan Kur'an'ı, vəhyi təsdiq elədikcə mümin olur, elə deyilmi? Və inkar elədikcə də kafir olur. Və bunun haqq olduğunu qəbul edən mümindir, haqq olmadığını qəbul eləyən də kafirdir. Və ayqanu ənəhu kəlamullah Taala bil həqiqə. Bax əzizlər, çox önəmli nöqtələrdəndir. Müminlər tam yəqinliklə qəbul elədilər ki, Kur'an Allah Subhanahu ve Taala'nın həqiqətən kəlamıdır. Məcazən yox. Həqiqətən də Kur'an Allah Subhanahu ve Taala'nın kəlamıdır. Əgər kimsə Kur'an-ı Kərimin Allah Subhanahu ve Taala'nın həqiqətən kəlamı olduğuna azacıq şək şübhə ilə yanaşarsa, nədir? İmanı kamil deyildir. Bəlkə də artıq onu küfrdə ittiham eləmək yolu açıqdır. Leysə bi məxluq kə kəlamul bəriyyə. Bəşər sözü kimi, cin sözü kimi sonradan yaradılmış deyildir. Fəmən səmi'əhu fəzə'mə ənəhu kəlamul bəşər fəqad kəfər. Kim Allahın kəlamını eşidər, ondan sonra deyər ki, bu bəşər kəlamıdır, kafir olar. Burada biraz izahata ehtiyac var əzizlər. Allah'ın kəlamıdır dediyimiz zaman nəyi başa düşməliyik? Birinci onu başa düşsək, ondan sonra geridəki inşallah çətinlik qalmır. Ərəb oxuyur. Ərəb dilini təzə oxuyur. Öyrənən adam oxuyur Kur'an-ı Kərimi. Qul huvallahu əhəd. Deyir qardaş, budur, qul de, ərəbcə de deməkdir. Huva ərəbcə o deməkdir. Allahu Allahın adıdır. Əhəd təkdir. Ya qardaş, bu ərəbin sözüdür deyil. Nətər bu Allahın sözüdür? Allahın sözü nətər ola bilər? Bu insan sözüdür. Deyən bunu deyir. Elə deyəni də ən çox xətaya salan oradakı anlaşılmazlıq əzizlər. Oradakı anlaşılmazlıqdır. Qul ərəb sözüdür. Həqiqətən ərəb sözüdür. Amma Kur'an Allah'ın kəlamıdır. Necə? Bax, indi bunu izah edeyim sizə. İzah eləmək üçün yenə bir misal çəkəcəm. Vəlilləhil məsəlil ə'la. Allahın məsəli daha ucadır. Bir insan, mən indi bu saat sizə bir beyt deyəcəm. O beyti siz
Bana deyin görüm o beyt kimin beytidir? Xaki payına yeten deyib əsrlərdir müttəsil, başını daşdan daşa vurub gəzir avara su. Aynen, Allah. Füzulinin su qəsidəsidir. Bu oldu Füzulinin sözü. Qardaş, Füzulinin dədəsinin sözü var. Xaç, torpaq fars dilində, ayaq fars dilində, yetəm türk dilində. Bu hardan Füzulinin sözüdür? Bu Farsın, Türk'ün sözüdür. Bəs indi bu Füzulinin sözü necə olacaq? Xaç, pay, ondan sonra yetəm, su, bu sözləri yığıb, xüsusi bir şəkildə tərtibə salıb, o sözlərdən istifadə eləyərək bir fikir çatdıran kimdir? Füzuli. Bax, bu mənada xaki payına yetəm deyib əsrlərdir müttəsil, başını daşdan daşa vurub gəzir avara su. Beyti Füzulinin kəlamıdır. Bu tərtib, bu sözü tərtibə salmaq Füzuliyə aiddir. Allah Subhanahu wa Taala'nın kəlamı dediyimiz zaman Qur'an-ı Kərimdəki nəyi nəzərdə tutulacaqdır? Sözlərin düzülərək tərtibə salınaraq Qur'an-ı Kərimin bizə çatdırdığı mənalar. Allah Subhanahu wa Taala'nın kəlamı budur. O tərtib, o tərtibdəki sözlərin istifadəsi falan, bu yəni məna olaraq, məna daşıyıcısı olaraq Quran Allahın kəlamıdır. Kim də buna bəşər kəlamıdır deyərsə, kafir olar. وَقَدْ ذَمَّهُ اللّٰهُ وَعَابَهُ وَاَوْعَدَهُ بِسَقَرٍ Allah Subhanahu wa Taala kitabında bunu söyleyeni, yani Kur'an'a bəşər kəlamı deyəni ayıplamıştır, pis görmüştür, danlamıştır. Ayıplamaq, pisləmək ilə də qalmadı. Və əv'adahu bis-saqar, saqar cəhənnəmi ilə də hədələmişdir. Heythu qalə Teala, haradakı Subhanahu Teala buyurur, Səuslihi saqar, mən onu saqar cəhənnəminə atacam, orada yandıracam. Fələmmə əv'adallahu bis-saqar limən qalə, in hədə illə qavlul bəşər. Əzlər bilirsiniz, Resulullah sallallahu aleyhi ve sellemə vəhiy nazili olanda, müşriklərdən biri qayıtdı, əvvəlcə qulaq astı, ondan sonra dedi ki, in həzə illə qavlul bəşər. Yox, əşi, bu insan kəlamdır, nə? Bəşər sözüdür. Allah subhanahu ta'ala ona dedi, Səuslihi saqar. Bax, onu o sözünə görə cəhənnəmə atacam. Bu ayədən də imam bu hökmü çıxardır ki, Allah subhanahu ta'alanın kəlamına bəşər kəlamı deyən nədir? Allahın kafir olur və Allahın hədəsinlə. Əv'adə, yəni vəid Allahın hədəsidir. Allahın hədəsi qarşısındadır. Onu cəhənnəmə atacaq deyə. Əlimnə və ayqannə ənəhu qovlu xalikul bəşər və lə yüşbihi qovləl bəşər. Və ona görə də buradan da anladıq, başa düşdük ki, Qur'an bəşəri yaradanın sözüdür. Xalikul bəşər, bəşəri yaradanın sözüdür. Bəşərin özünün sözü deyil. Qur'an bəşəri yaradanın sözüdür. Və bəşər sözünə də bənzəməz. Bu da önemli nöqtədir Qur'an haqqında. Bunu da izah eləmək lazımdır. Bayaq oxuduq. Dedi ki, Qul huva Allah. Hamısı sözdür. Bəşərin istifadə elədiyi sözdür. Və nə tər olur bəşər sözünə bənzəməz. Yenə də eyni şey deyilir ki, sözlərin istifadə qaydası və sözlərin məna ifadə eləmə gücünə görə bəşər sözünə bənzəməz. Baxın əzizlər, Allah subhanahu ta'alanın ifadə elədiyi sözlər var. O sözləri ki, ora qoyub Allah subhanahu ta'ala orada zikr eləyib, bütün aləm yığılsın, gəlsin o sözü oradan götürsün. Dünyada olan sözlərin hamısını əzbərdən və yaxud necəsə bir-bir oraya düşsünlər. Allahın qoyduğu sözdən başqa söz mənanı tamamlanır. İllə də o söz. Yəni, o mənanı Allah subhanahu ta'alanın qoyduğu söz tamamlayır. Ona görə deyir ki, bəşər sözünə bənzəməz. Amma bəşər sözünü dəyişə bilirik.
Bəşər sözü nə çox rahat-rahat dəyişə bilirik. Məsələn, şair biri sözü belə deyib, baxırsan ki, burada yox, bu sözün yerinə bu söz qoysan daha yaxşı alınır. O sözü qoysan, həqiqətən də baxırsan ki, şairin özünün qoyduğu sözdən daha yaxşıdır. Amma Qur'an-ı Kərimdə əzizlər, bu mümkün deyil. Hər sən əlavə elədiyin, güya ki, düzəltir, hər dəfə sözü dəyişdiyin, daha yaxşı adını düşündüyün söz mənanı qarışdırır. Daha aşağı düşür. Bunun üçün də deyirik ki, Allah Subhanahu Taala'nın sözü bəşər kəlamına da bənzəməz. Təbii bu Qur'anın möcüzə tərəfidir ki, o haqda geniş danışmaq olar, sadəcə mövzumuz o deyildir. Kəfərə mən qalə bit təşbih. Bu artıq əzlər əqidənin əsas nöqtələrinin yanında yan bənd deyək buna. Sətir altı bənd deyək və yaxud yəni ikinci dərəcəli, üçüncü dərəcəli bir bənd deyək buna. Kəfərə mən qalə bit təşbih. Təşbih etiqadında olan, bənzətmə, oxşatma etiqadında olanın küfr etməsi. Təşbih etiqadında olan kafir olar. وَمَنْ وَسَفَ اللّٰهَ بِمَعْنَ مِنْ مَعَانِ الْبَشَرِ فَقَدْ كَفَرْ. Kim Allah Subhanahu ve Taala'nı bəşərə ait olan bir məna ilə vəsf eləyərsə, kafir olar. فَمَنْ أَبْصَرَ هَذَا اِعْتَبَرْ. İmam elə incə söz deyir ki, وَمَنْ أَبْصَرَ هَذَا اِعْتَبَرْ. Kim bunu bəsirət görməsindən, kim bunu bəsirət görməsindən görərsə, onun üçün aydın olar. Ona etibar olar. Yəni, onu anlayar, dərk eləyər. Bəsirət gözünə necə görə bilər? Dediyim kimi, biz buna kağız kimi baxırıq, elə deyil mi? Amma bunu düzəldən usta buna necə baxır? Bunu düzəldən usta buna selluloz kimi baxır. Oradakı o kimyəvi prosesləri görür, onun nə bilim keyfiyyətini görür filan. O tamam başqa şeylər görür. Necə ki, əzlər. Biz çiçəyə nə kimi baxırıq? Gözəl bir şey kimi. Arı nə kimi baxır? Yemək kimi. Hə? Elə deyilmi? Ay, sağ ol. Aha, indi əgər biz sadəcə çiçəyə yemək kimi baxsaq, bəsirət gözündən baxmadıq. Amma çiçəyə baxırıq, orada gözəllik görürük, orada yemək görürük, orada dərman görürük, orada nə bilim başqa şey görürük, orada biyoloji proseslər görürük, bəli, orada kimyavi proseslər görürük. Yəni, bəsirət görməsi dərinlə görmək, dəqiq görməyə deyilir. Kim də bu məsələlərə bəsirət gözündən baxarsa, dəqiqinə gözündən baxarsa, onlar başa düşər. وَعَنْ مِثْلِ قَوْلِ الْكُفَّارِ اِنْ زَجَرْ. Və ondan sonra, o bəsirət gözündən baxandan sonra, kafirlərin sözünü söyləməyə nə edir? Ehtiyatlı olar, narahat olar. Və o sözü söyləmək onu zəcr edir, yəni sıxar, narahat olar. وَعَلِمَ أَنَّهُ بِصِفَاتِهِ لَيْسَ كَالْبَشَرِ. Və elmi olaraq bilər ki, Allah Subhanahu ve Taala öz sifətləri ilə bəşər kimi deyildir. Burada sual meydana çıxır əzizlər. Heç əlaqəsi var idi, imam gəldi birdən-birə təşbihdən danışdı. Biz Qur'ana imandan danışırdıq, Qur'anın Allah kəlamı olmasından danışırdıq. Qur'anın haqqında danışırdıq, biz Allahın zatından danışmırdıq ki, Subhanahu Taala. İmam birdən-birə gəldi, oxşatma haqqında söhbət elədi. Bəşər sözü keçmədi, yox. Ona görə deyil, əzlər. Kəlam keçdi, Quran kəlamullahdır dedik. Baxsanız, mən də Füzulinin kəlamından danışdım. Kəlam kimə məxsus sifətdir? İnsana. Heyvan danışa bilərmi? Danışa bilmir. Baxın, əzizlər, kəlam sifəti sadəcə insana verilmiş bir sifətdir. İnsan danışır, heyvan danışmaz. Bundan sonra insan, Allah'ın kəlamı var, Allah danışa bilir deyən zaman, istər istəməz, şuurda nə var? Keçən dəfə izah eləmişdik. Məlumat bir bəşərdir. Sıraz onu o saat yerində onunla müqayisə eləyir.
Bu xətaya düşməsin deyə nə edirik? Bu xətaya düşməsin deyə imamın bu sözünü yadımıza saxlayırıq ki, Allah subhanahu wa ta'alanın kəlamı da bəşər kəlamı deyildir. Allah subhanahu wa ta'ala da kəlam sifətində də bəşərə bənzəməz. Ona görə burada xüsusi olaraq vurğuluyur ki, bənzətmə insanı küfr eləyər və ehtiyatlı olun aman-aman, kəlam sifətinlə ortaqlı görünə biləcək, haşa subhanahu wa ta'ala. Kəlam sifətində ortaq görünə biləcək iki nöqtədir bu. Sadəcə insanı və sadəcə insana bənzətmək. Ona görə də imam burada xüsusi olaraq vurğuluyur ki, ey danışan bəşər, aman-aman ehtiyatlı ol, öz kəlamını və yaxud Allahın kəlamını özünkündə Allahınkinə bənzətmə. Allahın kəlamı bəşər kəlamına bənzəməz. Ondan sonra İmam Rəhməhullah əzizlər növbəti mövzuya keçir. Bu da alt mövzudur. Rü'yetillah haqq. Allah subhanahu wa ta'alanı görmək haqdır. Və rü'yeti haqqun li əhlil cənnə bi qeyri ihata və lə keyfiyyə. Allah Allah. Ya Rabbi, bizi daima beləsilərdən elə oxuduğumuz deməyi bizə çatdırmaca bizə nəsib elə, ya Rabbi. Bax əzizlər, imamın ifadəsini oxuyuram. Və rü'yetu haqqun li əhlil cənnə. Allah subhanahu wa ta'alanı görmək sadəcə cənnət əhli üçün haqdır. Bi qeyri ihata və lə keyfiyyə. Əhatəsiz və necəsiz. Kəmə nataqa bihi kitabi Rabbinə. Necə ki bunu Rəbbimizin kitabı deyir. Vucuhu yevmə izin nadirə ilə Rabbihə nadirə. O gün üzləri sevinib, gülüb, işıqlanacaq və öz Rəblərinə baxacaqlar. Bu ayəti kəriməyə görə biz etiqad edirik ki, axirət günündə, istəyir denən qiyamət günündə, istəyir denən o birisi həyatda, necə istəyirsən de, amma bir şey var, qeydini unutma. Cənnətdə, möminlər cənnətdə olanda və yaxud cənnətliklər qeydindən sadəcə cənnət əhli Allah subhanahu ta'alanı görəcəkdir. Ayənin təfsiri haqqında buyurur imam. Və təfsiruhu alə mə əradəhullah ta'ala və aliməhu. İndi buradan sual çıxır. Bəli, Quran-ı Kərimdə deyirik, insanlar üzü o gün güləcək və öz Rəblərinə baxacaqlar. Necə baxacaqlar, necə görəcəklər, nə bilim, nə. Bütün bunların təfsiri haqqında biz bir şey demirik. Yəni, nə üçün demirik? Ona görə ki, əzizlər, Allahın iradəsi, Allahın nəzərdə tutduğuna iman eləmək nədir? Vacibdir. Allah deyir, görəcək. Tutardı. Kim görəcək? Biz yoxa. Yəni, o mənada ki, yox ki, biz görmüşük. Allah nəsib eləsin. Cənnətə getsək, əməlimizlə mi, Allahın rəhmətindən daha doğrusu, Allah bizi cənnətlik eləsə, cənnətliklər Allahı görəcəkdir. Və kullu mə cəə fī zəlikə minəl hədis əs-sahih an Rasulillah sallallahu əleyhi və səlləm fəhvə kəmə qalə. Bu mövzuda Rasulullah sallallahu əleyhi və səlləmdən gəlmiş səhih hədislərin hamısı da Rasulullah necə deyibsə elədir. Və mə'nahu, mənası da budur ki, alə mə arada lə nədxulu fī zəlikə mütəəvvilinə bi ərainə. Mənası da Rasulullah nəyə nəzərdə tutubsa, Allah nəyə nəzərdə tutubsa odur. Və lə nədxulu, biz daxil olmuruq, yəni girişmirik ora. Öz rəylərimizlə təvil eləyərək. Öz rəyimlə götürürəm, onu təvil eləyərək başlayıram, bu belədir, o elədir. Biz oraya yaxın getmirik, deyir İmam Tahavi rəhməhullah. Və lə mütəvəhhiminə bi əhvainə. Nə də öz vəhimlərimizlə təvəhhüm eləyib, oradan bir şeyə uydurmuruq. Mən keçən söhbətlərimizdə vəhmin nə olduğunu izah eləmişdim sizə, güman edirəm. Aysa, anlayış, ağlına doğru, yalan, mümkün, qeyri-mümkün nə gəlirsə, vəhmdir. Və bu vəhmə əsaslanıb danışmaq da olmaz və danışmırıq. فَإِنَّهُ مَا سَلْمَ فِي دِينِهِ إِلَّا مَنْ سَلَّمَ اللّٰهُ عَزَّ وَجَلْ
və li rəsulihi sallallahu və səlləm. Çünki Allah subhanahu wa ta'ala dinində nəyi qoruyarsa, nəyi insanlara verərsə və insanları nədən qoruyarsa və Rəsulu üçün nəyi deyər və onun üçün eləyərsə, bu haqdır, həqiqətdir. وَرَدَّ عِلْمَ مَا اِشْتَبَهَ عَلَيْهِ ilə alimihi. Və bilmədiklərimizi də bilənlərə həvalə eləyərik. Yəni, biz bir şey bilmiriksə, bilənə həvalə eləyər ki, qardaş, bu barədə elmim yoxdur, bu barədə mən heç nə bilmirəm. Bundan bitdi iş. Və ondan sonra da nə eləyərik? İşi bilənə həvalə eləmiş olarıq əzizlər. Güman edirəm ki, artıq vaxtımız yaxınlaşdı. Bəli, vaxtımız yaxınlaşdı. İnşallah burada dərsimizi saxlayaq. Qaldığımız yerdən davam eləyərik. Allah subhanahu ta'ala sağ saxlayarsa. Subhana rabbika rabbil izzati amma yasifun və salamun alel mursalin. Velhamdülillahi rabbil alemin. Lillahi teala'l-Fatiha.